İndi isə qonaqlarımızı təqdim etməsi üçün sözü məktəbimizin direktoru Mətanət xanım Cabbarlıya veririk. Əziz məzunlar, dəyərli valideynlər, zəhmətkeş müəllimlər, bugün sizlərin özel gününüzü təbrik etmək üçün qonaqlarımız var. Onları sizlərə təqdim etmək istəyirəm. Birinci Qarabağ müharibəsinin şəhidi Xalid Quliyevin anası əzizimiz Aynişan xala, İkinci Qarabağ müharibəsinin qazisi əziz qardaşımız, valideynimiz Rafiq kardeşimiz. Nizami rayonun icra hakimiyetinin nümayəndəsi Vaqif Qasımxanlı. Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Vəzifə xanım. Azad mikrofondu, təbrik üçün sözü verməliyim. Hörmətli valideynlər, məzunlar, hamınızı salamlayırıq. Sizə bu möhtəşəm tədbirdə hər birinizə can sağlığı arzulayırıq. Nizami rayon icra hakimiyyətinin çox hörmətli başçısı cənab Coşqun Cəbrayılovun adından hər birinizə yeni uğurlar, gözəl nəticələr, dövlətimizə, millətimizə, vətənimizə layiqli övlad olmağınızı və uğurlarınızın bol olmağınızı hər birinizə arzulayırıq və bu möhtəşəm təbrik münasibəti ilə şəxsən məktəbin müdərrisinə və bütün kollektivinə minnətdarlığımızı bildiririk, hər birinizə uğurlar arzulayırıq. Teşekkür ederim Vaqif bəy. Əziz Aynişan xala, 11'lerimizə xeyir duanızı istəyərim. Əziz valideynlər, sizin böyükünüzün, balalarınızın məktəbə getməyini çox arzulayıram. Allah sizin yolunuzu bala açıq eləsin. Mətanət xanımla da çox razıyam. Bu mənim qızımdır. Mən bura çox gəlib gedə bilmirəm. Xəstə adamım. O onun bacısıdır, tapşırmışam onu. Sağ olsun, necə lazımdır, hörmətimizi saxlayırıq. Həmişə çağırırlar, qayrımıza qalırlar. Allah hamısından razı olsun, razıyım. Sağ olun, bütün varlığı. Allah sizə canınızı sağ eləsin. Sağ olun. Bugünkü gençliğimizin en örnek nümunəsi Qazi qardaşımız Rafiq qardaşım. Buyurun. Salam. Bütün məzunları salamlayıram. Mətanət müəllimə salamlayıram sizi. Aynişan ananı salamlayıram. Bütün qonaqlara salamlayıram. Mən məzunlara uğurlar arzulayıram. Üniversitet yolunda, ali təhsil yolunda. İnşallah hamısı arzularına çatarlar. Bizləri də sevindirərlər. Məzunların içində mənim öz qızım Gültən Rəhimli də var. İnşallah Gültən məni sevindirər. Mən yenə də təbrik edirəm bu gözəl təşkilatçılığa görə də Mətanət xanım. Sizə təşəkkür edirəm. Sağ olun, var olun.